Rəbbisa xeyir dua ver dərsimizə, minnətdarıq sənin sözünə görə, əhdlərə görə, sənin bizə olan xeyirxahlığına görə, məhəbbətinə görə, mərhəmətinə görə, lütfüne görə bu saatı təqdis et, sənin müqəddəs adından dua edirik. Amin. Dostlar, bu günləri 5-ci əhdə baxacağıq. Bu da Musa ilə bağlanan əhd peyman haqda olacaq. Yazın. Musaya verilən əhd şərtli əhdlərdən biridir və maraqlıdır ki, bu əhd Tanrı və İsrail xalqının arasında kəsilən əhd sayılır və Sina dağının üstündə baş verir. Hərdən bu əhdə ona görə də Sina əhdi deyirlər. Ancaq biz tez-tez Musaya verilən əhd, çünki Musa Tanrının tərəfindən seçilən rəhbər idi İsrail üçün həmən zamanda. Deməli, bu əhd verilib İsrail evladlarına Musa vasitəsilə və əhatə edir Çıxış kitabı 19-cu fəsildən 24-cü fəsilə kimi ki, İsrail xalqı hələ Misirdən çıxıblar və vəd olunmuş torpağa səyahətdədirlər. Və bunu da yazın. Tanrı həmən vaxt Musaya qanunlar verir və o qanunlar əsnası verilmişdi ki, İsrail xalqı ilə münasibətləri idarə edə bilsinlər. Və hardasa 600 xüsusi əmrlər verilmişdi. Bunlar da 3 əsas hissəyə bölünürdü. Birincisi əmrlər idi ki, Tanrının iradəsini izah edirdi. İkincisi, sosial və vətəndaş həyatına aid olan münasibətlər və kimsə pozanda ona görə cəzalar və üçüncüsü də qaydalar verilmişdi. Bu çox maraqlıdır. Bu əhd köhnə əhdlərə kimi eynidir. Çünki suveren Tanrı ilə onun xalqı arasındadır və əhddə Tanrı insanlara onların məsuliyyətini yada salır ki, əsas məsələ onların qanuna tabe olmağıdır. Çıxış kitabı 19:5 və xalq da bu ilə razılaşır. Bunu qeyd edin zəhmət olmasa. Çıxış kitabı 19:8 Musa Tanrının sözlərini onlara çatdıranda onlar razılaşır. Deyir ki, Rəbbin bütün söylədiklərinə əməl edəcəyik. Bu çox maraqlıdır ki, burada bunu yazın. Musaya verilən əhd mərkəzlənir Musaya verilən qanunlarda. Yəni, Musanın qanunları hərdən deyirik. Musaya verilən qanunlar İsrail üçün verilmişdi. Bu da həmən bu şərtli əhdi təşkil edirdi. Yəni, əsas prinsip oydu ki, İsrail bu qanunlara itaətdə olsun. İtaətdə olsalar, ona görə də şərtlidir. Tanrı deyir ki, mən onlara xeyir dua verəcəm. Əgər itaətdə olmasa, onda onları cəzalandıracam. Nizam-intizama çağıracam. Oldu. Və əlbəttə ki, Tanrı bilirdi ki, İsrail hər şeyi yerinə yetirə bilməyəcək. Yenə də Tanrımız o qədər yaxşıdır ki, qeyd edə bilərsiniz, Yeremiya 30-cu fəsil 11-ci bənddə Rəbb deyir ki, mən heç vaxt sizi tərk etməyəcəm. O bənddə yazılıb ki, çünki mən səninləyəm, səni qurtaracağam, Rəbb belə bəyan edir. Həmçində bunu da qeyd edin əziz tələbələr. Musaya verilən əhd müvəqqəti idi. Çünki onun həyatı çarmıxa kimi idi. O əhd İsa Məsihin çarmıxına kimi fəal idi. Əgər yadınızdadırsa, biz dərsdə danışdıq. Nuha verilən əhd, İbrahimə verilən əhd, Tanrı əhdləri verəndə deyildi ki, səninlə əbədi əhd bağlayıram. Ancaq bu, Musaya verilən əhd müvəqqətidir. Çünki onun axırı çarmıxdadır. Çarmıx baş verəndə insanlar bu əhddən azaddırlar. Hərdən buna işlər əhdi də deyirlər, baxmayaraq ki, orada çoxlu lütf elementlər var. Və bu əhdin məqsədi oydu ki,
İsrail xalqını başqa xalqlardan Tanrı ayırır seçilmiş xalq kimi və necə ki İbrahimlə əhd bağlanmışdı və qanla möhürlənmişdi. Burada da qan möhürləyir. Həmən o moment var, baxacağıq. Və həmən Musaya verilən əhd çox əhəmiyyətli bir əhddir. Həm Tanrının satın alma tarixi üçün, həmçinin də İsrail xalqını Rəbb seçib ki, dünyaya xeyir-dua versin. Və bu sizə nəyisə yada salır, düzdür? İbrahimə verilən vəd ki, sənin vasitənlə, İsrail vasitəsilə dünyaya xeyir-dua verəcəm oldu və bu xalqın da vasitəsilə yazılmış söz və diri söz, İsa Məsih. Yenə də, Musaya verilən əhd mərkəzlənir Tanrının verdiyi ilahi qanunlarda oldu, bax, Sina dağında. Və İsraildən tələb olunurdu ki, o, bu qanuna tabi olsun və yerinə yetirsin. Başqa vədlər ki, qeyd olunur Bibliyada, onlar çox tez-tez bir tərəflidir. Yəni, nə demək istəyirəm? Tanrı vədlər verir və bu vədlərlə özünü öhdəçiliyə daxil edir ki, mən yerinə yetirəcəm və bir tərəfli o deməkdir ki, insanın davranışından, insanın öz öhdəçiliyini yerinə yetirib ya yerinə yetirmədiyindən asılı olmayaraq Tanrı deyir ki, mən öz sözümü yerinə yetirəcəm. Ancaq bax, Musaya verilən əhd haqda danışanda biz başa düşməliyik ki, bu iki tərəflidir, bir tərəfli deyil. Yəni, burada spesifik öhdəçilik var hər iki tərəfə. Yəni, Tanrı deyir ki, bax, qanun verirəm sizə. Oldu. Bu qanunu yerinə yetirməlisiniz ki, mən sizə xeyir-dua verim. Oldu. Yəni, əhd bağlanır, bu razılıqdır və hər iki tərəf söz verməlidir ki, biz sadiq olacağıq və buna görə də qanun verilib ki, münasibətlər əmələ gəlsin bu əhdin içində. Yenə bayaq dediyimiz kimi 19-cu fəsildən 24-cü fəsilə kimi həmən bu əhd haqda söhbət gedir. 6 fəsil Tanrının ədaləti, müqəddəsliyi, Tanrıdan gələn tələblər ki, mənəvi tələblər oldu, etika ki, insanlar məsuliyyətlidir oldu öz cəmiyyətinə və məsuliyyətlidir Tanrının qarşısında. Bu çox maraqlıdır dostlar. Belə düşünəndə, oxuyanda heyrətamiz şeylər açılır. Deməli, Çıxış kitabı 19:1 orada deyilir ki, 2 aydan sonra ki, İsrail Misirdən çıxmışdı, İsrail övladları Misir torpağından çıxdıqdan sonra 3-cü ayda, yəni yeni ay günü Sina səhrasına gəldilər. Və onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar. Bunu yazın, dostlar. Həmən bu Sina dağı həmçinin də Xorev dağıdır. Oldu. Bunu yoxlaya bilərsiniz. Çıxış 3:1 harda ki Musa ilk dəfə Tanrı ilə görüşdü. Oldu. İyafarın quzuların otarırdı. Evdən çox uzaq bir yerdədir. Oldu. Həmən o Xarif dağının səhrasında. Və çox maraqlıdır ki, Xarif dağına Tanrının dağı deyilir Bibliyada. Həmən o 3-cü fəsildə Tanrının dağı. Və bu ad Bibliyada hərdən dağ silsiləsidir, Xarif dağı və Sina dağı ora daxildir. Çıxış 17:6. Və hərdən Xarif deyirlər, hərdən Sina deyirlər. Beləliklə, indi İsrail xalqı bax bu həmən o Musanın olduğu Xarif dağının ətəyindədir. Sina dağına yaxınlaşıb, orada düşərgə salıblar və hardasa bir ilə yaxın orada olacaqlar. Və burada həmən bu mötəbər şeylər baş verəcək, qanun veriləcək, o 10 qanun biz bilirik və bütün o xırdalıqlar, prinsiplər veriləcək, olduğu çox vacibdir və həmçinin də Tanrı öz xalqı ilə yeni əhd bağlayacaq. Və maraqlıdır bu ki, həmən çıxış 3-cü fəsil və sonra belə çıxır ki, Musa xalqla səyahətdədir, qayıdır həmən bu Xarif dağına və bu Tanrının işidir.
Oldu, hardaki o yanan kolu görür, od içində olan kol ki, sönmədən yanırdı, mələk göründü ona, oldu. Və indi Tanrı, bunlar düşərgə sahablar orada da, Tanrı çağırır Musanı, Çıxış 19:3, teofaniya baş verir, Tanrı ona görünür və Tanrı danışır Musa ilə. Nə deyir? Deyir ki, Misirlilərlə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimini siz özünüz gördünüz. İndi isə əgər sözümə diqqətlə qulaq asıb, əhdimə riayət etsəniz, sizi bütün xalqlar arasında mənə məxsus xalq olacaqsınız, bütün yer mənimdir. Və 6-cı bəndi də qeyd edin lütfən. Siz isə mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız. Bu sözləri İsrail övladlarına söylə. Oldu. Demək olar ki, burada bax, əhdin elə ürəyi verilir ki, bütün xalqlar arasında mənə məxsus xalq formalaşma gedir və sonra deyir ki, mən sizi kahinlər padşahlığı edəcəm, mənə xidmət edəcəksiniz, müqəddəs millət olacaqsınız. Yəni, Tanrı demək istəyir ki, mən sizi unutmamışam. Yəni, necə ki, İbrahimlə əhd bağlanmışdı və ondan gələn xalqa əhd bağlanmışdı, davam edir bu. Oldu. Və daha çox, Tanrı deyir, nəyin ki, unutmamışam, mən sizə sadiqəm və sizi qorumuşam, Misirdən çıxartmışam və Rəbb öz sədaqətini göstərir və deyir ki, İbrahimə də dediyim sözlər boşdur. Mən dedim ki, bu xalq böyük xalq olacaq, çoxalacaq, əhəmiyyətli olacaq. Oldu. Və Tanrı ilə olan əhd daha qiymətlidir, daha dəyərlidir, nəinki ittifaq və yaxud saziş və yaxud razılıq oldu ki, müəyyən şərtlər var, iki tərəf razılaşır. Əhd, bunu yazın. Əhd yönəlir həmən o məqsədi odur ki, yaxın münasibətlər olsun. Oldu. Tanrımız belə Tanrıdır. Yəni, insanı elə sevir ki, elə belə yaradıb buraxmayıb. Yaxın münasibətlər istəyir və bu heyrətamiz yaradan və onun seçdiyi xalq və onun arzusu odur ki, yaxın münasibət olsun. Hərdən yəhudilər bu əhdə insan sazişi kimi yaxınlaşırdı. Yəni ki, başqa adamlarla saziş necə qururdun, elə ki, yəni həmişə fikirləşirdilər ki, bunun necə dəyişmək olar, ya o tərəfinə keçmək, fırlatmaq olar ki, şərtləri biraz dəyişmək olar. Ancaq Tanrı ilə bu mümkün deyil, oldu. Tanrı həmən bu Musaya verəndə əhdi konkret şərt deyir. Deyir ki, indi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, sizin bütün xalqlar arasında mənə məxsus xalq olacaqsınız. Yəni, Tanrı konkret və ona görə də qanun verir. Deyir ki, mənim gözlədiyim şeylər bunlardır. Mən sizdən bunu istəyirəm. Xalq da pozurdu əlbəttə əhdi və bilirsiniz, xalq əhdi pozanda Tanrının planından, o Tanrının məramından da, yəni onun əvvəlcədən gördüyü plandan qırağa çıxmağa başlayır və bununla özünü çox çətin bir vəziyyətə qoyur. Olduğu, yəni ki, nəticələr, düzgün olmayan qərarlar necə ki, pis nəticə verir və o pis nəticələrə gətirir. Ancaq bunu da qeyd etmək lazımdır ki, Rəbb öz xalqından imtina etmir. Hətta görəndə ki, onlar bu əhdi pozurlar, əhd münasibətlərinə sadiq çıxmırlar. Oldu. Və bunu qeyd edin ki, Tanrı hər zaman münasibətlərin bərpasını gözləyir və insanların sadiq olmadığı Tanrının sadiqliyini heç cür tərsir eləmir, heç cür ləğv etmir. Bunu da qeyd edin ki, burada iki şey var. Məhz əhd doğrudan da dəyərlidir ki, insanlar bunu qoruyub saxlamalıydilər. Qanun isə elə bir şərt idi ki, verilmişdi ki, xidmət etsin ki, bunlar bunu qorusunlar. Oldu. Yəni, Tanrı ilə insanların arasında olan əhdi qorusunlar. Qanun onun üçün verilmişdi. Qanuna riayət elə, əhdi qoru. Başa düşdünüz? Budur fərq qanunla əhd arasında. Ki,
əhd onun üçündür ki, biz onu ehtiram göstərək, saxlayaq, qoruyaq və qanun onun üçündür ki, onu yerinə yetirərək biz əhdimizi yerinə yetirəcəyik, başa düşürsünüz, qoruyacağıq. Yəni ki, qanun xalqı öyrətməli idi öz yaradanı ilə münasibətlərə və Tanrı gözləyirdi ki, nəticədə belə bir münasibətlər olacaq ki, bunlar ancaq imanla və məhəbbətlə xidmət edən imanda Rəblə münasibət quracaqlar. Başa düşürsünüz? Oxuyarsınız Qalatlara 3-cü fəsil 23-cü bənddən 25-ə kimi. Hətta əhd-i ətiqdə verilən əhdlərdə biz fikir veririk ki, Rəbb qeyd edir ki, onun istəyi var, yeni əhd haqda danışır. Harada ki, o buraya əhdlərdən fərqlənəcək ki, hər bir insan daxildən dəyişməlidir. Yəni, ürəyində olmalıdır nə iman, ürəyində olmalıdır nə məhəbbət, Tanrıya etibar ki, Tanrının lütfü altında, o lütfün təsiri altında doğrudan da könüllü Tanrını sevib ona tabi olmaq, imanla yaşamaq oldu. Və biz bilirik ki, bu Tanrının istədikləri və onun verdiyi vədlər yeni əhdə, əhd-i cədiddə baş verir. İsa Məsih vasitəsilə İbranilərə 8-ci fəsil. Ancaq indi Musa dağdan düşür və cəmaata Rəbbin arzusunu deyir ki, Tanrı sizinlə əhdə daxil olmaq istəyir və bayaq oxuduğumuz kimi xalq deyir ki, bəli, biz razıyıq. Bir ürəklə Çıxış kitabı 19-cu fəsil 7-ci bənd Rəbbin dediyi sözləri əmr etdiyi kimi danışır və qeyd edin 8-ci bənddə deyilir ki, bütün xalq bir nəfər kimi belə cavab verdi, Rəbbin bütün söylədiklərinə əməl edəcək. Və sonra da deyilir ki, Musa da xalqın cavabını Rəbbə çatdırdı və bu heyrətamizdir. Yəni, hər şeyi bilən Tanrı bilirdi ki, İsrail pozacaq da bu münasibəti, bu əhdi oldu. Ancaq yenə də Tanrı o qədər yaxşıdır ki, onun istəyi odur ki, öz xalqı ilə olsun. Ki, verdiyi o əhdə hər tərəf, necə ki, o dəyişməzdir, onlar da dəyişməz olsunlar oldu. Və bunu qeyd edinlər. Bunda Tanrının xeyirxahlığı, lütfü və məhəbbəti görünür. Beləliklə, Tanrı əhd bağlayır İsraillə, vasitəçi vasitəsilə, Musa vasitəsilə. Bax, bunu qeyd edin. Burada indi Tanrı xalqla əhd bağlayır. Əgər qabaqlar biz deyirdik ki, Adəmlə bağladı, Nuhla bağladı, İbrahimlə bağladı. İndi burada Musa vasitəçidir. Tanrı xalqla bağlayır, Musa daxil olaraq, Musa çatdırmalıdır, Musa rəhbərdir, Musa məsuliyyətlidir, oldu. Ancaq maraqlıdır ki, indi necə ki, Tanrı İbrahimə söz vermişdi ki, xalq böyüyəcək, böyük xalq, bax, bu xalqı formalaşdırır və o ilə əhd bağlayır. Və Musa Tanrının iradəsini çatdırır xalqa, yəni bütün əsas tələbləri, qanunun tələblərini izah edir, oldu və xalq da deyir, bəli, biz razıyıq və bunu da qeyd etmək lazımdır ki, Musanın burada vəsatətçi kimi olmağı bir növü həmən o obraz İsa Məsihin vəsatətçiliyini göstərir. O da başqa bir dağda baş verir, Qalqofa dağında. İsa Məsih bizim vasitəçimizdir, oldu, bizim üçün vəsatət edir. Beləliklə, xalq öz bəli deyəndən sonra, razılıq verəndən sonra müəyyən bir mərasim olur, oldu və 24-cü fəsildədir bu, lütfən qeyd edin. İndi biz çox oxumuruq vaxta görə, ancaq çox maraqlıdır. Qurbangah açılmalıydı. Deməli, Çıxış 24 deyir ki, Musa Rəbbin bütün sözlərini yazdı. O səhər erkən durub dağın ətəyində qurbangah qoydu və İsrailin 12 qəbiləsinə görə 12 sütun qurdu. Oldu, yəni hamı iştirak eləməlidir. Sonra Musa İsrailin cavanlarına Rəbbin önündə yandırma qurbanları və ünsiyyət qurbanları olaraq buğaları kəstirdi. Musa heyvanların qanının yarısını götürüb ləyənlərə tökdü. Oldu, mütləq. Ləyənlərə tökdü və
Qanın o bir yarısını isə qurbangahın üstünə səpdi. Sonra baxın, qanı səpdi və 7-ci bənddə çox vacibdir. O əhd kitabını əlinə alıb xalqa ucadan oxudu. Oldu, yəni Tanrı nə deyibsə, o əhd kitabına yazılıb, kitabı təşkil edir. Və onlar dedilər ki, Rəbbin söylədiyi bütün sözlərə əməl edib qulaq asacağıq. Və ondan sonra 8-ci bənddə Musa qanı götürüb xalqın üstünə səpərək dedi, budur, bütün bu sözlərə görə Rəbbin sizinlə kəsdiyi əhdin qanı. Amin. Bax, bunu qeyd edin, qan da burada belə bir möhürdür. Tanrının sözlərini eşitmisiniz, hə demisiniz, qanla möhürləyirik. Bu hərəkət, yəni bu şəhadət təsdiq edirdi ki, Tanrı və onun xalqı indi əhd-peyman münasibətindədir. Və başa düşürük ki, axıdılmış qan bu həm həyat, həm ölümdən danışır və bu deməkdir ki, hər iki tərəf indi yaxınlığa daxil oldu, bir oldular. Və əlbəttə ki, demək lazımdır ki, həmən bu Musanın əhdinə aid olan bu qurban sistemi günahın öhdəsindən gəlmirdi. Oldu. Bu sadəcə elə bil ki, qabaqcadan göstərirdi. Oldu ki, Məsih gələcək və günahı daşıyacaq, odur kamil baş kahin ki, özü də kamil qurban olacaq. İbranilərə 9-cu fəsil. Və bunun üçün də bu Musaya verilən əhd, həmən o xırdalıqlar verilirdi, qanunun xırdalıqları. Biz başa düşürük ki, insanı xilas edə bilmirdi. Ancaq Tanrı ilə yaxın münasibətlərə xidmət edirdi və insan imanla yaşamalı idi. Və baxmayaraq ki, Bibliya dəfələrlə deyir ki, qanun kamildir, oldu və müqəddəs Tanrı tərəfindən verilib, ancaq qanunun elə bir qüdrəti yox idi ki, insanlara yeni həyat versin. Və insanlar da qadir deyildi ki, bu kamil qanuna kamil şəkildə itaətli olsunlar. Qalatlara 3:21. Və nəhayət, axırda da onu demək istəyirik ki, həmən bu Musanın əhdi, Musaya verilən əhd, onunla əhəmiyyətlidir ki, Tanrının vədi var orada ki, İsraili, bax, deyilir ki, mənə xidmət edən kahinlər padşahlığı və müqəddəs millət edəcəm. Yəni ki, Tanrı istəyirdi ki, İsrail onun nuru olsun, qaranlıq dünyada oldu və onlar xüsusi ayrılıb, çağrılıblar ki, bu görünsün ki, onlar Yahve, Tanrıya sitayiş edirlər, oldu həmən bu əhdi qoruyub saxlayan Tanrıya. Sonra başqa əhəmiyyət odur ki, İsrail həmən bu Musanın qanunu qəbul edir və əgər yadınızdadırsa, Qalatlara 3-cü fəsil 24-25, bu qanun da Məsihə yol göstərən mürəbbidir. Olduğu ki, aparmalıydı yavaş-yavaş onları Qalqofaya, xilaskara, İsa Məsihə. Ki, İsa Məsih də qanun nədir? Ləğv eləmədiyə yerinə yetirdi. Oldu, bir kamil o idi, o bu kamil qanunu yerinə yetirə bilərdi. Və Musanın qanunu da burada rol oynayır ki, insanlara göstərir necə insan günahlıdır və onun ehtiyacı var xilaskarda və hələ bu bayaq dediyim kimi Musanın qanunu da Rəbb İsa yerinə yetirdi. Oldu. Və Bibliya çox aydın şəkildə başa salır ki, xilas yalnız imanladır, dostlar. Oldu. İsa Məsihə imanla, hər kəs ki, ürəkdən iman edir, xilas olur. Və həmən bu vəd ki, xilas imanladır, Tanrı İbrahimə artıq demişdi, yalnızdadır, İbrahim inandı və bu ona salihlik sayıldı və həmən bu İbrahimdən gələn əhd hələ effekti var, işləyir, oldu əbədi. Yəni, hər kəs ki, iman edər, salih sayılar. Qalatlara 3, 16-dan 18-ə kimi. Beləliklə, bu qədər dostlar, Musaya verilən əhd çox gözəldir. Orada çox xırdalıqlar var, vaxtımıza görə biz də danışmırıq çox, amma əsas məqamlarını biləsiniz. Rəbbisa xeyir dua ver. Bu fikirlərə hər dinləyiciyə qoy qalsın bizimlə və daha da çox aç bizə özün haqqında sən müqəddəs adından dua edirik. Amin.